Hə, illər boyu insan eyni bir simada, eyni bir hər gün güzgü qarşısında özünü görərkən, günlərin birində əməliyyatdan sonra, istər burun forması, istər göz-qaş əməliyyatlarından sonra, istər üz əməliyyatlarından sonrakı dəyişikliyi özlərində sanki dərk edə bilmirlər, sanki qəbullana bilmirlər və bir çox hallarda onun depressiyasına belə düşmüş olurlar. Öncəliklə pasiyentlərin psixoloji vəziyyəti həkim tərəfindən dəyərləndirilməlidir və dünyada da tibb nöqteyi nəzərindən nəzərdə tutulmuşdur ki, kimlər əməliyyat olunmaya bilər? Bunların birinci sırasında duranlar dəlilərdir, yəni dəlilik problemi yaşayanlardır. Eyni zamanda çox ciddi psixoemosional, nevrotik statusda olan, isterik statusda olan pasiyentlər gəlir. Çünki bu pasiyentlərə çox ehtiyatla yanaşılmalıdır və hətta bir çox hallarda onlara əməliyyatdan imtina edilməlidir ki, və yaxud da ertələnməlidir ki, onlar öz psixonevrotik vəziyyətlərini düzəltsinlər və tam sakit bir tərzdə əməliyyata gəlmiş olsunlar. Bu, birinci növbədə pasiyentin özü üçün vacibdir. Çünki pasiyent əməliyyatdan sonraki dövrdə onun ağırlıq dərəcəsini psixoloji cəhətdən daşıya bilməsə, onun ağırlığını həm fiziki, həm psixoloji pasiyent özü daşıyacaq, eyni zamanda həkimi daşıyacaqdır. Bu baxımla da hər bir bədəndə, bədən üzvündə baş verə bilən dəyişikliyi pasiyentdə hazırlamaq lazımdır. Səndə hansı dəyişikliklər gedə bilər, sənin dəyişikliyin səni kimə oxşada bilər, kimə bənzədə bilər. Bəzən öz simalarını dəyişdirib hansısa aktyora, aktrisaya bənzəməyə çalışırlar və bu dəyişiklik o insanlara nə verə bilər, nə ala bilər, yaxşıdırmı, pisdirmi, bu söhbətlər aparılır. Yekun nəticəyə gəlinir. Eyni zamanda təbii ki, həkimlik işinin bir tərəfi psixoloqluqdur və qarşındakı pasiyentin əməliyyata nə dərəcədə hazırlıqlı olduğunu həkim təyin eləyir və etməlidir onu əməliyyata almamışdan öncə.